Stini səsləndirdi. Əfran İsmailovun ötürməsi və top meydandan çıxır. Hakimin qərarı isə penaltidir. Penalti. Epizodun təkrarına baxırıq. Nə baş verdi burada? Aha. Top ötürülən sonra da Qarabağın futbolçusu belə deyək, birə-bir mübarizə zamanı yıxıldı. Bax, həmin futbolçu Mədətov. Mahir Mədətov 10-cu dəqiqənin son saniyələri. Erkən qolla hesabı aça bilərik. İşarə gəldi, Əfran və gol! Qarabağ hesabı açır 10-cu dəqiqədə. Əfran İsmailov maçın 10-cu dəqiqəsində Qarabağı 1-0 hesabı ilə önə keçirir. Omar Migneşvili düzdür, topa toxundu, amma bu müdaxilə də yetərli olmadı. Çox soyuqqanlı yerinə yetirdi penaltini. Arenaya toplaşanlar golun sevincini yaşayırlar. Bu da golun təkrarı. Əslində qüvvətli zərbə idi. Qaytarılası belə deyək, zərbə deyildi. Baxmayaraq ki, topa toxundu, müdaxilə etdi, amma mərkəzə doğru vurmuşdu və rəqib qapıçı nə qədər çalışsa da özü keçdi mərkəz xətti. Əfran İsmailov, Dino İndilovu cərimə meydançasında yerli ötürmə. Top ona, Dino İndilovu! Hücumumuzu davam etdirən olacaqmı? Mahir Mədətov. Agolli'nin ötürməsi. Dino və gol! Dino İndilovu! 2-0. 2 dəqiqə Qarabağ 2-ci gol vurur. Bu artıq çox yaxşı bir üstünlüydü ilk oyun üçün. Əla təşkil olunan hücum vaxtında hücum sağ cinahdan başladı Nurlan, amma sol tərəfdəki ötürmədən sonra Dino hesab arasındakı fərqi artırdı. Məhz bir neçə saniyə öncə bu vacib goldan danışırdıq ki, nəhayət reallaşdı. Bax, bu ötürmə ilə, əla ötürmə ilə Əfran Dino'nu zərbə mövqeyinə çıxarmışdı əslində. Belə bu cür vəziyyətdə Endilovunu unutdular. Cərimə meydançasında Kasradze'nin çox kobud səhv idi və yaxın küncü bağlamağı unutmuşdu. İstər müdafiəçi, istərsə də qapıcı. Endilovu yeri yıxılandan sonra yenə mübarizəni, ayağa qalxaraq mübarizəni davam etdi. Və rəqib futbolçuların da diqqətindən yayına bildi. 2-0 Qarabağ öndədir. Kasradze. Bundan sonra əsas tapşırıq təbii ki, qapının toxunulması saxlamaq, nə qədər şablon səslənsə də və imkan düşdükcə rəqib qapısına növbəti qolları vurmaq. Onlardan birini izləyə bilərik. Endilovu keçdi qapı. Penalti! Bəli, daha bir Penalti! penalti və 3-cü gol vurmalar indi. Dino İndilovu istəyir ki, özü vursun. Hətta fikir verir Əfran İsmailova. Xahiş edir. Bu baxımdan və istəyinə nail oldu. 3-cü golu vurmaq olar fasilə ərəfəsində. Əfran da çox istəyirdi növbəti golu vurmaq, növbəti penaltini yerinə yetirmək. Göstəriləcəkmi? Bəli, artıq keçmişdi qapıçını. Düzdür, qapıdan bir qədər uzaq Gözücü qapıçının sol cinahına baxdı. Görək zərbəni hara vuracaq. Endilovu topu yaxınlaşır. Endilovu və həmin istiqamətə vurdu. Qapıçı yerə düzgün tullanmışdı, amma topa çata bilmədi. 3-0. Əhsən dublünü rəsmiləşdirir Cənubi Afrikadan olan hücumçu Dino Endilovu. Və Əfran da onu təbrik edir. Dəqiq olduğu üçün 3-0. Bu artıq növbəti mərhələdirmi? Nurlan, sənin fikrincə? Böyük ölçüdə İsmail. Böyük ölçüdə Qarabağ növbəti mərhələyə yüksəlir. Yüksələcək. Baxırıq bir daha penalti zərbəsinin təkrarına. Qapıçının amma penaltilərdə zəif olmadığı ortaya çıxdı. İstər birinci penaltidə, istərsə də ikincisində zərbənin səmtini müəyyənləşdirmişdi. Hətta birincisində müdaxilə etmişdi, amma bu topa çatmaq isə demək olar ki, çox küncə vurmuşdu. Və artıq ilk hissəni, final fitini səsləndirmək, futbolçular üçün bir qədər imkan yaratmaq lazımdır. Əsas odur, arxayınlaşmasın futbolçular. Və Endilovu da cərimə meydançasının yaxınlığında zərbə vurma olar. Yaxşı sandıq, Hacı imkan vermir.
Agolli geriye. Qarayev. Donald geriye. Endulovu. Maksim. Mitchell oyundan kenarı vəziyyət yoxdur. Qapı qarşısına. Dördüncü gol. Will de Donald. Will de Donald. Maraqlı şəkildə də qolun sevincini qeyd etdi. 83-cü dəqiqədə Qarabağ 4-cü qolu vurur. 4-0. Əla təşkil olunmuş bir hücum. Bravo Qurban Qurbanov. Bu Bundan gol yaxşı əvəz etmə ola bilməzdi. futbolçunun özünə inam hissini də artıracaq. Baxırıq bir daha təkrara. Mitchell'in oyunu da qeyd etməliyik təbii ki. Geriyənin qolundan əlavə. Əla açıldı. Soyuqanlı şəkildə qapı qarşısına baxdı və orada ölkəmizi UEFA Çempionlar Liqasının qrup mərhələsində təmsil edəcək. Nəhayət o tarixi, elə deyək, zəfəri birlikdə yaşaya bilərik. Bunu çox istəyirik. Qapı direği, 5-ci gol, bu da vuruldu, Mitchell! O da layiqidir bugün gol vurmağa. Qarabağ tərəfdən. 5-0. Qarabağ Samtrediyanı darmadağın edir. Oyundan kənar vəziyyət yox idi. Çox ideal ötürmə ilə Mitchell zərbə mövqeyinə çıxdı. İlk zərbəsindən sonra top qapı direğindən geri qayıtdı. Baxın. Burada oyundan kənar vəziyyət yox idi təbii ki, yox idi. Qapıçını aldatdı Mitchell. Sol ayaqla uzaq 9-luğu dəqiq nişan alır. Hesab 5-0. Və Mahir Mədətovun ideal ötürməsi. İlk hissədə 3, fasilədən sonra vurduğumuz 2 gol bizi 3-cü təsnifat mərhələsinə olduqca yaxınlaşdırdı. Artıq diqqətlər Mete Kalkavana yönəlib. Hər an final fitini səsləndirə bilər. Saatına da baxdı Türkiyəli referi. Richard Almeida. Richard 4 futbolçumuz.